Tez-tez mənə deyirsiniz ki, müəllimim, hansı filmləri məsləhət görərdiniz baxmaq üçün? Ümumiyyətlə bir müəllimə kimi, 11 illik təcrübəsi olan bir müəllimə kimi mən məsləhət görürəm ki, həm sevdiyiniz stildə mahnılara qulaq asın rus dilində, eyni zamanda seriallara. Çünki eyni mövzuda olan seriallar, seriya və seriya sözlər, eyni sözlər demək olar ki, çoxu o qədər istifadə olunur ki, istər-istəməz yadınızda qalır. Ona görə də mən məsəl üçün hal-hazırda bu seriala baxıram. Çox maraqlıdır. Diqqətlə baxsanız, kriminalistik filmi, serialı kim sevirsə, sizin çox xoşunuza gələcək. Mütləq şəkildə baxın. Yəni məcbur deyilsiniz ki, eyni zamana bir dəfəyə 1 saat baxasınız, saat yarım baxasınız, yarım saat baxın, 15 dəqiqə baxın. Amma mütəmadi olaraq baxsanız, əminəm ki, bir ayın içərisində özünüz görəcəksiniz ki, söz ehtiyatınız çoxalıbdır. Bundan əlavə, uşaqlar, gündəlik o qədər sözlər, cümlələr daha doğrusu istifadə edirsiniz Azərbaycan dilində. Deməli, hansı cümləni siz Azərbaycan dilində istifadə edirsinizsə gündəlik həyatınızda, hansı dili öyrənirsiniz, hal-hazırda söhbət rus dilindən gedir, o dildə də siz eyni cümlələrdən istifadə edəcəksiniz. Amma vaxtınız yoxdur, müəllim yanına gedəsiniz, kursa gedəsiniz. Ona görə də bir müəllimə kimi ikinci kitabımı mütləq məsləhət görürəm. Əldə edin və özünüz görəcəksiniz ki, mən bunları istifadə edirəm. Doğrudan nə? Bax, mən də bilmirdim ki, bu deməli belə deməkmiş deyəcəksiniz. Çox rahat söz dildə, həm rus dilində, həm transkripsiyası necə ifadə etməlisiniz, həm Azərbaycan dilində tərcüməsi var. Və sadəcə 10 manatadır. Təsəvvür eləyin ki, bir kitabın içərisində 250 səhifədən ibarətdir bu bir. 24-25 mövzu açıqlanıb bu 2. 3000-dən çox cümlə, söz yox ha, cümlə içərisində var. Demək olar ki, bu kitabı əldə etsəniz, sıfırdan rahat şəkildə B1 səviyyəsinə kimi qalxa bilərsiniz. Özünüz müəlliməsiz, kurssuz. Və hər gün axşam saat 12-də canlı yayıma gəlin və orada da 1 saatlıq pulsuz dərs keçirin.